Əsmər xanım dedi, anama qurban olasan, elə zarafatlar keçməz. Gəlmişsən deyişəcək. Aşıq ağa dedi, xanım, gəlmişəm bir qaydım gedim ki, icazə ver çıxım gedim. Kasıb oğlanam, gedim başımı hərliyim. Əsmər dedi, sənə dedim ki, elə zarafatlar keçməz, deyişəcək. Əsmər xanım dedi, kim başı məndən zamına götürər? Axşamın qara sərnində indi hava istidir, onunla deyişəcək. Bir nəfər irəli yerdi. Dedi, mənim adım Mehdi xandır. Mehdi xan ünvanını yaz. Mehdi xan ünvanını yazdı, verdi. Dedi, Mehdi xan, aşıq qaçsa evini əlindən alacağım. Evini dorq edəcəyim. Mehdi xan dedi, qaçmaz, narahat olma xanım. Əsmər 2 qamçılı, simli qamçılı qızları da bunlara qoşdu. Dedi ki, ünvanı daha da dəqiqləşdim. Gəldilər, Mehdi xan evinə çatdılar, qızlar onları burada buraxıb geri qayıtdılar. Çay çörək yedilər, Mehdi xan dedi, aşıqalı, mən Qazaq mahallanam, düşmənli olduğuma görə bura adlamışam. Mən razı ola bilmərəm ki, sizə bir xətər dəysin. Bu Əsmər xanım çox qabil bir sənətkardır, bu çəpər. Səni bağlayacaq, bunun axırı yaxşı olmayacaq. Qaç, yer, qoy o gəlsin, mənim evimi dorq eləsin, əlindən alsın. Qalyan Qorşəsət dedi, Mehdi xan, qurtdan qorxan qoyun saxlamaz. Bu aşığı alır, arvadın qabağından qaçın, kişinin qabağından qaçın, bəbuharda aşıqlıq eləsin. Elə bu əsnada qızlar gəldi ki, xanım siz çağırır. Durdular, yola düşdülər. Aşıqalı gələnə bax ki, küşənin hər tərəfinə yazıb yapışdırıb Əsmər xanım. Kim İrəvan quberniyasının, Göyçay mahalının, Basarkeşər rayonunun, Qızılbəy kəndindən olan cavan aşığın vay gününə baxmaq istərsə, gəlsin baxsın. Hamı gəlsin baxsın. Gəldilər meydana. Əsmər xanım sazını zilini zil, bəmini bəm, sinəsi üstə müstəhkəm elədi. Dedi, aşıq, səni bağlasam şərtim budur, boynunu vurduracağım, zindana saldıracağım, dar ağacına astıracağım. Nə edəcəyəm, bu mənim işimdir. Bəs sənin şərtin nədir? Birdən sən bağlasan məni, aşığa dedi, mən səninlə deyişmək istəmirəm. Əsmər qeyzlərini dedi, deyişəcəksən. Aşığa dedi, onunla mən səni bağlasam, mənim toy xərcimi ödəyəsən. Belə də razılaşdılar. Aşığa dedi, Əsmər xanım, deyişməyə bir söz demirəm. İcazə ver, əvvəlcə sənə nəsiyyətli bir söz deyim, bir nəsiyyətnamə deyim. Əsmər xanım maraq üçün dedi. Aldı aşıq alır. Özün üçün sən aşıqsan, ay Əsmər. Başın qatma, qalmaqala hayıfsa, şairlik deyəndə özünü övmə, belə adi üzə salma hayıfsan. Qullar boyda sən özünə hörmət et, gələnin gedənin əhvalına yet. Aşıqlıq edənin pişvazına get, məni salma, qeyri qala hayıfsan. Etibar eyləmə fani dünyaya, elmin yoxdur, özün atma dəryaya. Divanə tək düşmə çölə səhraya, sən düşürsən bəd xəyala hayıfsan. Söz tamam olanda Əsmər xanım hisslənib lap özündən çıxdı. Dedi, aşıq, bəlkə də sənə indiyə kimi rəhm eləyərdim. Bu sözlərdən sonra sənə heç rəhm etməyəcəm. Əvvəlcə sənin dilini kəsirəcəm, dilini. Aşığa dedi, Əsmər xanım, sən nəyin ki mənim əlimdən saz alasan, heç Göyçənin bir çobanın əlindən də saz ala bilməzsən. Nə söz var deyəcəksən? Aldı Əsmər xanım, bir qəlib aşıqsan, düşüb güzarın, naq yerə bu sınağa gəlibsən.
Neçə aşıqları salmışam bəndə, hamısına sən zadağa gəlibsə. Allah aşığı alıb, bəyənmirsən mənim kimi aşığı, sənin başın dağlamağa gəlmişəm. Sazını, sözünü, bir də özünü dustaq edib saxlamağa gəlmişəm. Aldı aşıq Əsmər, sinəmdə qövr edir eşqin sevdası, silinsin könlümün qalmasın pası. Yoxdur səndə aşıqlığın siması, nağ yerə bu meydana gəlibsə. Əsəd baxdı ki, Əsmərin hələ qorxusu, qorxutması aşıqlara heç təsir edəmir. Aldı aşığa, dağılıb duruşum, həm idrakım, əlac etsin sənə Loğman həkim. Laf eylərsən, aç məntahın döy yükün, sərraf mənəm, yoxlamağa gəlmişəm. Əsəd bir baxışdan Əsmərə vurulmuşdur. Gözünü Əsmərdən çəkmirdi. Papağını günü ortaladı. Öz-özünə başladı deməyə, Allah aşıqalıya insaf versin, heç belə xanımın da xətrinə dəyərlər. Aldı aşıq Əsmər sözün tapşırmasına dedi. Əsmərəm qədrini döndərəm yaya, əlimdən gedərsən ölkənə vaya. Aşıq deyib özün çəkmə ucaya, nağ yerə bu meydana gəlirsə. Aşıqalı baxdı ki, onun öldürülməsinin, hədələnməsinin əsəri heç bir dəxli yoxdur. Heç bir nə deyil. Aldı sözün tapşırmasında aşıqalı dedi. Çağırıram Allahı, ol Mustafanı. Gərdişi dövranı, qadir sübhanı, bu aşıqalını öyrən bir tanı, qollarını bağlamağa gəlmişəm. Əsman xanım lap özündən çıxdı. Getdi, paltarını dəyişdi gəldi. Qanoz geyindi gəldi. Əsmər xanımın başında bir dəstə qız vardı. Sarı kətan geyinmişlər. Yanında bir qarı vardı. Adına Qazı Kəhər qarı deyirlər. Hər yerdən xəbər verirdi. Kankanlıq elmdən dədəsini yandırmışdı. Yerin 7 qatından xəbər verirdi. Əsmər xanımın baş bilənidir. Əsmər xanım dedi, qarı nənə, bu nətər aşıqdır, ağlım bundan nə kəsir? Qarı nənə dedi. Əsmər xanım, imanım kirpi dərisinə bürünsün ki, belə aşıq görmüşəmsə. Bu aşıq deyil, ənzəli qamışıdır, ənzəli qamışı. Aşıq Əsmər yenə də qabağa düşdü, görək nə dedi. Kəndi laf eləyib aşığam deyən, çox sənin kimsin, qal eylərəm mən. Min zülümlə səni çəkdirəm dara, o əlif qəddini dal eylərəm mən. Əsmər xanım düzdür, bu sözləri deyildi, amma aşıqalı ürəyində bir istilik duyurdu. Aşıqalı hündür boylu, enli kürəkli, Sariyanız yaraşıqlı bir adam idi. Əsmər xanımın ürəyində Aliyə qarşı bir məhəbbət alovu şölələnməyə başlamışdı. Allah aşığı alıb, bəyənmirsən mənim kimi aşığı aparıb özümə mal eylərəm mən. Valla sallam bir tükənməz yanara, yandırıb kül eylərəm mən. Əsmər xanım baxdı ki, daşqaya rast gəlib. Dərya daşa toxundu. Dedi ki, bunu qorxut. Dedi, çağır dədən nənən yetişsin dada, o cavan ömrünü verəcəm bada. 18 şagirdim var Bəylərzadə, sən də onlara qul eylərəm mən. Əsəd dedi, xanım, mən özünə qul eylə. Alı aşıqalı
Yaxşı yaman hər nə desən qanıram, eşqin ataşına mən də yanıram. Mən bir məhək daşı qəlbi tanım, sənin 3 qəpiklik pul eylərəm mən. Əsmə xanım baxdı, hardan deyir, Ali oradan cavab verir. Onun hədə qoxsun, Aliyə heç bir təsiri yoxdur. Deyir ki, buna bir biarıcı sözdür, utansın, yolun üstündən çəkilsin. Aldı Əsmər, mən Əsmərəm, nahaq gəlməz dilimə, çara olmaz haqdan gələn ölümə, sənin minlə üz tutaram elimə, arpa zamanını bol eylərəm. Hiss aşığalının başına vurdu. Deyir də bu mənə deyir, sənin minlə üz tutaram elimə, arpa zamanını bol eylərəm. Məni at yerinə sahir, köylən yerinə sahir, uzaq olsunlar yerinə sahir. Əsəd dedi, xanım, minə bilsən, məni də tərkinə al. Hamı gülüşdü. Aşqalı fikirləşdi ki, Əsmər xanım ipinin çəkilməsinin vaxtıdır. Aldı aşqalı. Aşıq al təvəkküldür pirinə. Sığınmışam o kərrari kərimə. Küçükləmiş qancıq kimi hürümə. Axşam sabah yalın bol elərəm mən. Söz tamama yetdi, Meytxan dedi. Aşıq Əsmər, cəmaat səndən razıdır. İndi alı qabağa düşəcək. Aldı aşıq alı, əcəb yerə keçdi mənim cəngimə, cəngimdən çıxmağa bir hünər gərək. Maya dura bilməz nər qabağında meydana girməyə, nərə nər gərək. Əsmər xanım gözlərini döyə-döyə qaldı, heç cavab verə bilmədi. Deyirlər, nə oldu? Əsmər xanım deyir, havanın istisi, salın səsi başıma düşür. O bir bəndlər deyilsin, hamısının cavabı birdən qaytaracaq. Aşqalı baxdı ki, Əsmər tənt edib. Dedi, saxla dilin özün üçün sadağa, əlimdən gedərsən arana dağa. Səməndər tək göydə qanat çaxmağa, havada süzməyə bali pər gerək. Camalın şövqündən dilim oldu təng, çayda balıq olar, dəryada nəhəng. Mahalım göyçədir, kəndim qızıl bəng, aşığı alıb birdir, birə bir gərək. Əsmər xanım heç bir cavab verə bilməli, cəmaat dedi. Aşığı alıb bir qıfıl bənddir Əsmər xanıma. Aşığı alıb dedi, Əsmər xanıma bir qıfıl bənd deyib cavab gözləmək, öldən kəlmə-i şəhadət, gözləmək kimi bir şeydir. Amma deyəcəyəm. Aldı aşağı, in cinni, o yer, o göy yoxkən, haqq nə əmr elədi, yer nədən oldu? Pərdə-i hicabdan bir nəzər qıldı, o dövrün içində nur nədən oldu? O bir nəzər qıldı, kövhər elədi. Bir qətrəsi düşdü, ümman elədi, xışma gəlib Cəbrailə söylədi, yandırdı şapərin, nar nədən oldu? Aşıq alıb dua istər pirindən, iltifat nəzərindən, öz qüdrətindən. Bir dürük xəlq elədi qüdrət sərindən, o dürün içində nur nədən oldu? Əsmər xanım heç bir cavab verə bilmədi. Meytxan Əsmər xanımın boynunda bir qalın qızıl boyunbağı vardı. Boynundan tutdu boyunbağıdan. Sürdü Əsmər xanım meydan ortasına, dedi, aşıqalı, bu sənindir. Öldür, qaldır, asır, kəsir, ya istəyirsən özünə apar qadın. Aşıqalı dedi, Meytxan xanım, mən bunu özümə aparıb qadın eləsəm, həyat yoldaş eləsəm, mənə deməzlər ki, sən getmişdin, nişanlın üçün toy başlığı yığıb gətirməyə, yoxsa ama təzə arvad almağa. Bəs cəmaat mənim dədəmi görünür söyməzmi? Mənim yaxşı bu toy xərcimi ödəsin, azaddır. Əsmər xanım adam göndərdi, 2 kisə qızıl gətirirdi. Dedi, aşağı halaldır bu sənin. Bu sənin toy başlığın, toy nəməli. Xülasə aşıqalı gəldilər Meytxanın evinə, axşamı orada qaldılar.
Səhər tezdən həmən o iki qamçılı, simli qamçılı qız gəldi ki, Əsmə xanım aşqal sizi qonaq çağırır. Durdular, yola düşdülər, Əsmə xanım gələr. Gəldilər ki, Əsmə xanım yaxşı bir məclis düzəldib, Əsmə xanım bəzənət düzəlib, saçının yarısı kürəyinə düşüb, yarısı sinəsinin üstündə səhərin mehinlə dərdləşir. Çay çörəkdən sonra Əsmə xanım dedi, qızlar, qara söhbətlərdən bir şey çıxmaz, mənim sazımı gətirin. Aldı, görə Əsmə xanım Aşıq-Aliyə nə dedi? Arifin xoş gələn tutuyu İmran, gəl al mənim, mən də səndən var alam. Kim bildi bu dünyanın axırını görən, gəl al mənim, mən də səndən var alam. Aşıq-Ali bax ki, Əsmə xanımın fikri başqadır. Dedi, sənəmlər sənəmi, gözəllər xası, necə deyim, mən də səndən varalı. Ayıfdır, aləmə düşməsin səsin, necə deyim, mən də səndən varalı. Əsmə xanımın gözləri bahar buldu kimi doldu. Dedi, aşıq oldum sənin şirin dilinə, dərya kamanına, kövhərlərinə. Qəbul elə, apar məni elinə, gəl al mənim, mən də səndən varalı. Kövhər gəlib dürmədən tutubdu, yaxşı qandırıb yaman atıbdı. Baxdı yazan məni sənə yazıbdı, gəl al mənim, mən də səndən varalı. Aşıq-Ali dedi ki, elə bir söz de ki, Əsmə xanımın xətrinə də dəyməsin, həm də mətləbini aydınlaşdır. Aldı Aşıq-Ali, bir xalın bəzəgan, bir xalın hacı, bir xalın qiyməti urum xəracı, o dünya, bu dünya, sən mənə bacı, necə deyim, mən də səndən varalı. Əsmə xanımın əli yerdən göydən üzüldü. Dedi, Əsmərəm səninlə olaydım sirdaş, ağlaram eynimdən gedər qanlı yaş. Sən ki bacı dedin, sən mənə qardaş, qardaşımsan, bu il qarda duralım. Aldı Aşıq-Ali, Aşıq-Ali nə xəyat alıbsan, heyva kimi saralıbsan, solubsan. İlqar verib bacı qardaş olsan, sona qədər bu il qarda duralım. Söz tamama yetdi, Əsmə xanım bir dəst bəy paltarı gətirdi. Dəvə yundan başlıq, məngülü arxalıq, gümüş vəznəli çuxa, bir də bir buxara papaq, bağışladı Aşıq-Aliyə. Bir kisə qızı da əlavə bağışladı Aşıq-Aliyə, dedi, Aşıq, buna bacı payı toyunsun. Aşıq-Ali çox minnətdarlıq elədi Əsmə xanıma və yola düşdülər. Gəl bir xeyli yol gəldilər, gəldi İğdır şəhərinə çatdılar. Oradan gəldi Axranın yanına çatdılar, artıq Ağır dağı görünürdü. Aşıq-Aliyə demişlər ki, qaydanda Ağır dağının yanından getməyin. Orada 7 zilan qaçağı var, sizi saxlayıb soyacaqlar. Aşıq-Ali bu sözlərə etimad etmədi. Sazın simləri sınmışdı. Bir daşın arxasına sazın simlərini düzəldirdi. Bir də bax ki, Ağır dağından 7 zilan qaçağı atların üstündə enib onlara tərəf gəlirlər. Çinlərində 5 atlan, 10 atlan, şah qatar, yeymə qatar. Aşıq-Ali böyük bir daşın arxasına keçdi, sazın aşıqlar tərəfini qaçaqlara tərəf tuşladı, sazı qoyub daşın üzərinə. Qaçaqlar yaxınlaşanda Aşıq-Ali qışqırdı. Ay tərpənmin tökün latdan. Yoxsa hamınızı bir-bir dənləyəcəm. Qaçaqlar baxdılar ki, daşın üzərində qəribə bir silah görünür. 9 nişana götürən qaralı var. Qorxuya düşdülər. Dedi, ha qardaş, biz doğru, düzgün, dürüst adamlarıq. Düşmənlik deyə silah götürmüşük. Bizim sizinlə nə işimiz var axı? Aşıq-Ali qışqırdı. Sizə demirəm tökün latdan. Silahları yəhənin qarşına keçirin. Qaçaqlar atdan töküldülər, silahları yəhənin qarşına keçirdilər. Birisinin cibində bir bıçaq vardı. Çıxartdı, xəlbəti kolluğa tulladı. Dedi, bu da soyuq silah sayılır, hər halda. Qansız adama oxşuyur, axtarar üstümü tapa, vurub məni öldürər.
Aşıq adı dedi, əllərinizi yuxarı qaldırın. Qaçağa əlləri yuxarı qaldı. And için, nəyə and içək? Ağrı dağına and için. Nuhun gəmisinə, Peyğəmbərin bulana and içir ki, sizin bizimlə heç bir işiniz olmayacaq. Qaçağa and içdilər. De, gəlin keçin, dedi Aşıq alı. Qaçağa əlləri yuxarı keçərkən, biri gözünün qulağından baxdı ki, onun əlindəki saz imiş, silah deyilmiş. Bir anda aldılar Aşıq alının başının üstünü. Aşıq, tifanan dağılmasın. Bizi niyə qorxudursan? Aşıq, sənə söz vermiş ki, səni öldürmək. Ağrı dağında biz 7 il qalmışıq. Həm nişangahını birik. Ağrı dağına bir tərif dedin, canını qurtardın. Yoxsa sənin qaşovu qan çevirəcəyik. Aşıq alı dedi, icazə verin deyim. Deyir. Havalanıb ərş üzünə qalmışsan, dağların sultanı, nər ağrı dağı. Payızın, baharın olur zimistan, sənin əski olmaz qarar dağı. Ətəyində xan atlanar, xan düşər, leşker vurar mahallara qan düşər. Hər dağdan irəli sənə gün düşər, səhər açılanda hər ağrı dağı. Qaçaqlar bir ağdan dedər, sağ ol Aşıq. Ağrı dağının nişangahlarını düzgün desən nə əməlim bizdə. Yenə yada düşdü cənnətin bağı, neçə qapısı var, neçə otağı. Nuh gəmisi, Peyğəmbərin bulağı, səndə hər nişanə var Ağrı dağı. Aşıq alı insanatın sirridir. Tozun qalxıb bir havanı bürüdü, axşam üstü bir tərəfin yerdi, bassın axuranı Pir Ağrı dağı. Söz qaçaqların xoşuna gəldi. Çıxarda hərəsi 7 nəfərdir, bir qızıl onluq Aşıq alıya verdilər. Bir kağızda yazdılar, imzaladılar ki, yolda qaçaq quldura rast gəlsəniz bu kağızı göstərin, heç kimin sizinlə işi olmayacaq. Sağollaşlar, oradan ağlaşlar. Aşıq alı ilə Əsəd bir xeyr yol gəldilər şərir torpaqlarına çatdılar. Artıq ayrılmaq məqamı çatmışdı. Əsəd İrəvanın Sarvanına kərinə gedək, Aşıq alı görüşək. Aşıq alı Əsədlə nə qədər pul danışmışlarsa hamısını ödədi, əlavə 30 manat da artıq verdi. Baxdı Əsədin rəngi ruhu açılmadı. Ayağı ilə yeri qurdalayır. Əsəd niyə eləyirsən? Aşıq alı mənə az pul verdin. Dedi Əsəd nə qədər danışmışdıq, əlavə 30 manat artıq verdim. Aşıq alı mən sənin yanında çox əziyyətlər çəkdim, özündən 100 aşığın pulunu aparırsan. Aşıq alı dedi, Əsəd, Əsmər xanım mənim boynumu vurdursaydı, ya zindana saldırsaydı, onda necə olacaqdı? Heç fikirləşirsən? Elə verdin, eşitmirəm, sən dodaq altı deyirdin, Allah aşıqalı insaf versin, heç belə xanımda xətrinə deyərlər. Əsəd dedi, neynim ona vurulmuşdum, aşıqalı, sənin nişanın vardı. Gələk onu alıb mənə verəydin, indi pulumdan çıxaydın. Dedi Əsəd, yürümamış qaşıq kimi özünü niyə ortaya qatırsan? Ay, elə bir heç dünya görməmsən. O bəyləri, bəyzadələri bəyənmir, ondan sənə arvad olardı. Əsəd bir fikirləşir, dedi aşıqalı, düz deyirsən, indi başa düşdüm. Aşağı çıxar, əlavə Dubayla 1.30 manat Əsədə verdi və oradan aralaşdırar. Üst tutduğu aşağılı Göyşə Mağına tərəf. Gecəni gündüzə qatıb piyada Göyşə Mağına tərəf getməkdə olsun. Kiçik bir xatırlatma edirəm burada. Geriyə bir baxış edək, bu xatırlatmanı edək. Aşıqalı Türkiyəyə getməmiş Duraxanın həyətində olarkən, həyətə çıxdı ki, atın hörüyünü dəyişsin. Baxdı kəndlər Hasan əmi şəhərdən Göyçəyə düyə aparır. Salam əleykim Hasan əmi, əleykim salam, abala sən burada nə gəlirsən? Dedi Hasan əmi, mən Türkiyəyə gedirəm, bəlkə öldüm, qaldım, bilmirəm. Sənə bir namə yazacağım, aparıb ünvanına çatdıracaqsan. Dedi, abala niyə ölürsən? Səni zorla aparır, dedi yox. Toy xərcimi oradan gətirmək üçün gedirəm. Hasan əmi dedi, nə namən var, deyə abala, mən səni atanın çörək kəzməyəm, aparıb çatdıraram. Aldı aşıqalı görək, necə bir namə yazdı.
Hasan əmi, sən Allahı sevərsən, mənim ərzim o canana deginəm. Qohum, qardaş, dost münasib olanlar göz dikməsin, qoy bir yana deginəm. Yeri vətənə varandan sonra, sən bizim elləri görəndən sonra, aparıb naməni verəndən sonra, dil cavabı yana deginəm. Vəsmim dastan oldu, düşdü dillərə, heyf oldu, yetişən yox hallara. Aşıq alıb düşdü tozlu yollara, yolum düşdü, el Osmana deginəm. Aşıqalı naməni yazdı, Hasan əmiyə verdi, dedi bunu, nə yolla olursa olsun, Çamırıda Niftalı bəyin qızı Bəsli xanıma çatdır. Hasan əmi dedi, çatdıracağım, abala, narahat olma. Aşıqalı atı da Hasan əmiyə verdi, bu atla apar atama çatdır. Hasan əmi gətirdi atı Aşıqalının atasına çatdırdı, məktubu da bir nəfərlə Bəsli xanıma göndərdi. O bir nəfər də məktubu apararkən məktub getdi Aşıqalının düşmanlarının əlinə keçdi. Məktubu gizlətdilər Aşıqalının düşmanları. Xəbər yaydılar ki, Aşıqalı ölür. Dübarə həmən Aşıqalının düşmanları Bəsli xanıma elçi düşdülər. Aşıqalının ölüm xəbərini eşidən Niftalı bəy də qızı Bəsli xanımı zorla Xudaverdin oğluna nişanladılar və toy tədərkinə başladılar. O bu dövrdə idi ki, Aşıqalıda üzü Göyçəyə sarı gəldi. Aşıqalı gecəni gündüzə qalxdı, gecə yarısı gəldi, qapını döydü. Qapının döyülüşündən atası bildi ki, bu gəlin aldı. Dedi, alı, qurban olum, sənmi? Dedi, ata gəlmişəm. Aşıqalının atası kasıb idi deyə bir taxta qırığı da yox idi, qapının arxasını söküb yataydılar. Qapının arxasına daş yığmışdı çoxlu. Daşları götürdükcə deyirdi, Aşıqalı, qurban olmalı. Heç nə düzəldə bilmədim, ölmüş anan da heç nə düzəldə bilmədi. Sən yanında xəcalətlik. Aşıqalı dedi, ata, narahat olma, yaxşı gəlmişəm. Qapını açdılar, görüşdülər, anası gəldi. Görüşdülər, anası lampanı yandıranda Aşıqalı baxdı ki, anası ağlayır. Ana niyə ağlayırsan? Oğlu gələn ana da ağlayarmı? Dedi, bala, bir həftədir Bəsliğanın başqasına verirlər. Neçə günü toy gedir. O zaman da toylar 3 gün, 5 gün, 7 gün çəkir. Bugün də Bəsliğanın toyudur, ona görə ağlayıram. Mirzə kişi hırslı adam idi, amma adam dövməklə işi yox idi. Hırslarında arvadına dedi, öy xarabanın qızı, öy xaraba, o cahaldır, niyə onun xəbər verdin? Beyni qandı. Aşıqalı dedi, eyb yox ata. Bir stəkan çay içdi, səhər açıldı. Tezdən Aşıqalı dedi, ata, mən o məclisə gedəcəm. Mirzə kişi dedi, abala, getmə. O toyda 17 cahal əli tüfəngli adam qoyublar ki, kim toya duz qatsa onu vursunlar, güllələsinə. Aşıqalı dedi, gedəcək. Aşıqalı sazını qoltuğuna vurdu, üst tut çamur edir. Aşıqalı gəldi, toy məclisinə çatdı. Cəmaət baxdı ki, Aşıqalı gəldi. Səski böyüdü ki, bəs deyirdi, Aşıqalı ölübdü, Aşıqalı gəldi. Deyirdi Aşıqalı, Aşıqalı da yoruldu, belə bir bətdə sən oxu. Aşıqalı sazını zilini zil, bəmri bəm, sinəsi üstə müstəhkəm elədi, aldı görək necə bir söz dedi. Günahkaram, yar yanında doğru sözüm yalan oldu. Yer şehti qəm leşkəri, könlüm şəhəri talan oldu. Aşıqalının oxumasını eşlənib Bəsliğanın siyah bərdən yana çərki Aşıqalı budu oxuyur. Aşıqalı Bəsliğanımı görəndə Bəsliğanım gözlərindən bahar buldu kimi töyməyə başladı. Göz yaşlarını. Aşıqalı dedi, bu bizim kətdəki filan kəsin qadını kimi gözlərindən maif olacaq. Gözlərinə heyfi gəlmir, bu niyə belə ağlayır? Dedi, bax bu qaşa, bax bu gözə. Yandı bağrım, döndü közə. Keçən sözü çəkmədi, keçən keçdi, olan oldu. Aşıqalı belə deyəndə keçən keçdi, olan oldu. Bəsliğanım bu tövmədi götürmədi. Barmağına üzüyü çıxartdı, verdi bəyin başına. Dedi, ala qardaşın üzüyünü mən sənin qardaşına getmirəm. Adı necə getmirsən, toya qan sağarsan, dedi cəhənnəmə qan düşdü. Dedi, Aşıqalı ölüb. Aşıqalı budur gəlir. Mən əzəldən Aşıqalının dehlisi olmuşam.
Məlsə şüt düşdü ki, qız üzüyü qaytarıb Xudavərdin oğluna getmək istədi. Məlsəkçi adama 2 tirəyə bölündü. Az bir qism aşağının tərəfini saxladı, çox qism Xudavərdin oğlunun tərəfini. Aşağı baxdı ki, kasıbdır deyə onun tərəfini saxlayan az oldu. Aldı bir tədris, görək necə dedi. Beyvafa yar məni candan eylədi, tutubdu dərsində ayaq almasın, gəzib dostun bağçasını seyr etdim, görmədim bağında ay ağ almasın. Katıbısan, oxu dərsin hər aya, bayram ayı demək olmaz hər aya. Şahlar şahı özün yetiş araya, düşmən bu günümdə ayaq almasın. Aşğalı burada oxumaqda olsun, sizə kimdən xəbər verək? Mizəkşidən. Aşğalı gedəndən sonra Mizəkşi arvadına dedi, arvad o farmaşın qoynundakı xançalı mənə gətir. Əşki neyinsə xançalı? Dedi, sən işin deyil, sənə deyirəm xançalı bura gətir. Hırslandı. 100 gün yaraq, bir gün gəlir, xançalı gətir. Xançal da nə xançal? Mizəkşi ətmi doğruyub, gömmü soğub, köşəm çəkib, qanlı xəncəri qınına qoyur. O da qoruyub, xəncərin yarısı qından çöldədir. Nə qına oturur, nə qından çıxır. Xəncəri bağladı belinə, kürkünü atdı çiyninə, üst tutdu Şamilə tərəf. O zaman gəldi ki, aşağı deyir, şahlar şahı özün yetiş araya. Düşmən bu günümdə ayaq almasın. Gəl deyir, alır, gəlmişəm, tək deyirsən, kimdir sənin üstü ayaq alan? Narahat olma. Aşıq alır, sözün yara bağlaya, kamil təvif gərək yara bağlaya, yar ixlasın özgə yara bağlaya, həftəyə yox olsun, ayaq qalmasın. Bu sözlər eşidən qızın atası Niftalı bəy dedi, ay cəmaat, məndən küsmür. Aşığa deyir ki, yar ixlasın özgə yara bağlaya, həftəyə yox olsun, ayaq qalmasın. Aşığa haqq aşıq, birdən sözü qarışa, dönər keçər. Mənim qızıma bir sədəmə deyər. Əzəldən də qız alıya deyil olub. Elə bilir ki, alı ölüb. İndi alı gəlib. Məndən küsmün. Mənim qızım alıya gedəcək. Mizəkşi baxdı ki, Xudavərdi 17 əli tüfəngli cahallara deyir ki, aşağında vurun öldürün atasında. Bala dedim, bağır ətidir. Mizəkşi başladı, aşağılı oxuduqca onun arxasınca hərlənməyə. Dodaq altda deyir ki, çoxdan çox öləcək, azdan az öləcək. Alnın arxasınca hərlənir ki, Mizəkşi, güllə atsalar birinci alıya dəyməsin. Ona dəysin. Öz-özünə təskinli üçün deyir ki, kük qalındır, bəlkə gülləni saxladı. Camaat dedi ki, Mizəkşidə silah var. Nədirsə, kürkün altındadır, bilinmir, amma silahdır. Mizəkşində əli kürkün altında silahın xəncərin dəstində idi. Aşağıda baxdım, bunun tərəfini az adam saxlayır, aldı ikinci bir tərcinsi görək necə dedi. Uçubdur könlümün qəlbi hasarı, bir sütun vurdunuz, damı dayansın. Hər kim dostdan dosta yaman qandırsa, qiyamət oduna damı da yansın. Bu sözlərin müqabilində bir neçə adam dedi, bizim damımız niyə yanır, qızı verin aşağıya çıxın yesin. Dedim, əğyar özü nədir, sözünə, bax gələn qaşına, ala gözünə. Ahirətdə bürək tiksə özünə, uçmasın başına, damıt dayansın. Deyər, aşıq alı açar ovluya, zəmbir şirə çəkər açar ovluya. Hər kim dostun qov açar ovluya, odur qapısına, damı da yansın. O yerdə qalan alnın tərəfini saxlayan adamlar dedilər, aşıq alı haqq aşığı, deyir ki, o adamların, o mərdəmazların damı yansın. Bizim
Niyə damımız yansın? Niyə mərdim azarıq ki? Qızı verin Aliyə. Elə əzəldən də alın deyilisi olur. Bütün bu söz söhbət eşidən Çamırının ağsaqqalı qalxdı ayağa. Dedi ay cəmaət, 800 salmayın. Qız əzəldən Aşıqalının deyilisi olub, elə bir də Aşıqal ölüb. Aşıqal da gəlib. Qız Aşıqalının xuda verdi. İləri gəl, nə qədər xərçəmsən toya. De, onları Mirzə kişi öləsin. Xuda verdi, dedi, 300 manat qızıl pul xərc ödəmişəm. Bir həftədə bu cəmatı yeməyin, içməyinin xərcini çəkmişəm. Mirzə kişi irəli gəldi, alnını gətirdi, pulları qızlara gətirmişdi. 1'ə 5 Xudaverdinin pulunu ödədi, dedi, zurnaçılarını da götür apar. Dedilər, sən zurnaçıları nə edir? Dedi, yox, mənə ustad sənətkar lazımdır. Mən əhd eləmişəm ki, Qızılbulaq kəndindən olan bala suyunu gətirim, o böyük ustaddır. Mirzə kişi gətirir, 2 qızıl onluq da Niftalı bəyin ovucuna qoydu. Dedi, bu nə puldur? Niftalı bəy soruşdu. Mirzə kişi dedi, pul yığmağa öyrəşmişsən. Bu da hər deyəndə pulum olmadı, bu onun əvvəlinə 2 qızıl onluğu götür. Xülasə, at bəzədildi, gəlin bəzədildi, o zaman gəlin atla gəldi. Atın üzərinə xalça atdılar, gəlin atlandı, üst tutdular, qızıl rəngətə. Mustafa da 5-6 at göndərdi ki, gəlinin qabağında at oynatsınlar. Toy daha təmtəraqlı olsun. Qızıl rəngə çatdılar, Mirzə kişi bir əlilə atın yüyənini tutmuşdu, bir əllə də üzəngini tutdu, gəlin atdan düşdü. Mirzə kişi qışqırdı arvadına. Abad baxma, ölü qızı ölü, gəlib gəlinin qabağında oynasana. Bu sözləri eşidən Fatma qaça-qaça əlləri göydə gəldi. Əşi, mənim havam Qaradonu havası, Qaradonu havası. Mirzə kişi Qaradonu havasını sifariş verdi. Dedi, arvad, ölmüş anam da bu havaya Qaradonu havasını oynuyordu. Böyük sənətkarlar gəldi toya, ustad aşıqlar gəldi, yaxşı bir toy keçirdi. Toy 7 gün davam etdi. Uca Allah sala hamıya toy nəsib eləsin. Aşıq Ali ilə Bəhsi xanım xoşbəxt bir ömür sürdürər. Xoşbəxt bir həyat keçirdilər. Ustadlara rəhmət, sizlərə can sağlığı.